Abituriyentlər, bugünkü izahlarımız olacaqdır mürəkkəb efirlər və karbohidratlardan 4-cü blokda təkrarlanan sual. Birinci sualdan başlayaq. Deməli, bizə deyir ki, X qıcqırmanın növlərindən alınan maddələrdir. Qıcqırmadan alınan üzvü molekullarda, maddələrdə atomların sayı. Deməli, bu söhbət burada qlikozanın qıcqırmasından gedir. Qlikozanın 3 cür qıcqırması var. Birincisindən etil spirti C2H5OH əmələ gəlir. İkincidən C3H7COOH yağ turşusu. Digəri isə üzvü maddəmiz C3H6O3 süd turşusu olacaqdır. Bizdə deyir atomların sayı 9-dur, 12-dir, 14-dür. Burada 9 olan hansıdır? Təbii ki, etil spirtində 9 ədəddir. Deməli, bu etil spirtidir. Sonra C3H7OH var. Bunda deməli 3, 6, 9, 12 ədəddir. Süd turşusudur. Digərində də 14 ədəd yağ turşusudur. Variantımız nə olar? Deməli, birinci etil spirti, yəni X spirti, süd turşusu, yağ turşusu cavab olacaq Y variantı. Keçək ikinci sualımıza. Deməli, deyir ki, X var, maddələr Y, Z-dir. Xassələri turş mühitdə hidrolizindən glikoza və fruktoza əldə edilir. Deməli, fruktoza və glikoza alınan Z maddəmiz saxaroz olar. Glikozanın izomeridir. Molekulunda 3 asimetrik karbon atomu var açıq formada. Təbii ki, açıq formada 3 asimetrik karbon atomu olan glikozanın izomeri ola bilən deməli fruktozadır. Z isə deyir, gümüş bir oksidin amoniakda məhlulu ilə oksidləşərək qlikon turşusunu əmələ gətirir. Deməli, bu da glikozadır. Bizə isə deyir ki, hansı maddələr miski hidroksidin mis 1 oksidə qədər reduksiya eləyir? Təbii ki, gümüş güzgü reaksiyasına girənlər ola bilər və yaxud da mis 2 hidroksidlə oksidləşə bilənlər ola bilər. Fruktozada keton qrupu var deyə alınmır. Saxarozanın içərisində də fruktoza var deyə onda da keton qrupu var, alınmır. Burada yalnız Y, Z variantı, daha doğrusu yalnız Z maddəsi Y variantı olacaq. 3. Nisbi molekul kütləsi 150 olan CN, formulunu müəyyən edin. Bu kimdir? Onda 14N üstə gəlinsin. Bu zaman 16N. Bu da bizə verəcək təbii ki 30N bərabərdir 150. N də bərabərdir 3. Daha doğrusu 5. 5 olanımız da olacaqdır. Deməli riboza. Sonra yəni C5, H10, O5. 4. Maddə sellulozadır. Nisbi molekul selluloza biz bilirik ki 3 atomlu spirtdir. Yəni sellulozanın içərisində 3 dənə spirt qrupu var. Quruluş halqalarında vahidinin sayı 200-dür. Yəni 200 dənə selluloza varsa o zaman 6000 ədəd OH var. Bu quruluş vahidlərinin tam efirləşməsinə sərf olan sirkə turşusunun kütləsini tapmamızı istəyir. Sirkə turşusu 1 OH-a 1 mol getdiyinə görə 6000 ədədə də 6000 sirkə turşusu sərf olacaq. Bunu da 60-a vursaq 36. Arxasında deməli 4 sıfır olar. 360 kiloqram olar. Bizdən kiloqram istəyir deyə. Bu qram idi. 5-ci sual. Deyir ki, hansı birləşmələr suda pis həll olur? Deməli, burada gördüyünüz ali spirtin sulfat turşusu ilə əmələ gətirdiyi mürəkkəb efirdir. Hansı ki, bu coz suda olan maqnezium və kalsium ionları ilə sintetik yuyucu vasitələr həll olur. Deməli, bir həll olacaq. İkinci, sabunun kalsium duzudur. Stearin turşusunun coz suda kalsiumla birləşdiyinə görə çöküntüdür. Bunu götürmürük. Eyni ilə natrium olan duzu adi sabundur, suda həll olur. 2-ni götürmək olar. Digəri isə stearinin yenə maqneziumla olanı da çöküntüdür. Götürmürük. Cavab 1, 3, C variantı. Sonra keçək 6-ya. Hansı ifadələr doğru deyil? Mürəkkəb efirlər qələvi mühitdə hidrolizi dönən prosesdir. Mürəkkəb efirlərin qələvi mühitindən, hidrolizindən
sabun əldə edilir və reaksiya dönməyəndir. Burada dönəndir dediyi üçün səhvdir. Mürəkkəb efirlər həm üzvü, həm də bütün qeyri-üzvü turşuların spirtlərlə reaksiyasından alınır. Bütün qeyri-üzvü demək yanlışdır. Çünki oksigensiz turşular olanda monohalogenli alkan törəmələri alınır. Ona görə bu da səhvdir. Mürəkkəb efirlərin turş mühitdə hidrolizi dönən prosesdir. Bəli, dönən prosesdir. Çünki oradan gliserin və yağ turşuları, daha doğrusu turş mühitdə hidrolizindən spirt və turşu alınır. Təzədən spirt və turşu reaksiyaya girərək mürəkkəb efir əmələ gətirir. Ondan sonra deməli burada biz 3'ü yalnız düz götürərik. Səhvləri istəyir, doğru deyil, deyir. 1, 2, o zaman Y variantı. 7 nömrəli sual. 17,6 qram etil asitatın hidrolizindən əmələ gəlmiş etanolun artıq miqdarda natriumla qarşılıqlı təsirinə neçə litr oksigen, hidrogen ayrılar deyir. Normalda efirin kütləsi 88 olanda mən nə qədər etanol alaram? 1 mol təbii ki. Bəs 17,6 qramdan nə qədər ala bilərəm? X. Buradan alıram ki, spirtin molu 0,2 moldur. Normalda spirtdən natriumun reaksiyasından 0,5 mol hidrogen əmələ gəlir. Yəni spirtin 1 molundan 0,5 mol əmələ gəlir. Bəs 0,2 molundan nə qədər əmələ gələr? X. Buradan X-i tapası olsaq, deməli 1 mol verər bizə. Bir dəqiqə, yenidən hesablayaq. 0,1 mol verir. 0,1 molda 2,124 litrdir. Cavabımız olar A variantı. Keçək 8-ə. Molekulunda 3 asimetrik karbon atomu var. Aldozadır. Aldoza nədir? Yəni həm OH qrupu var, həm keton, daha doğrusu aldehid qrupu var. 3 asimetrik karbon atomu var. 3 asimetrik karbon atomu olsun. Plus içərisi aldoza olsun. Yəni bu fruktoza ola bilməz. 3 asimetrik galaktoza glikozanın izomeridir. C6H12O6'dır. Glikozada olduğu kimidir. Məncə bu da götürə bilmərik bunu. Bu deyil. Glikozada deyil. Çünki glikozanın asimetrik karbon atomlarının sayı molekulunda 3 asimetrik karbon atomu var. Deyir bizə. Riboza. Ribozada 5 dənə karbon var. Bu uclardakılar deməli asimetrik əmələ gətirmir. Ortadakı 3 dənə asimetrik əmələ gətirir və ribozada aldehid qrupu var. Deyə cavab 4 götürülür. Fruktozada götürmədim. Çünki bunun içərisində keton qrupu var. Ketozalara aiddir. Galaktozada glikozanın izomeridir. 4 asimetrik var. Glikozada da 4 asimetrik var. Dezoksiribozada isə 2 asimetrik var. Qalır yalnız riboza. Keçək 9-a. Doymuş bir əsaslı karbon turşusudur. 1 atomlu spirtdir. 380 ml suda həll olunmuş mol miqdarları 2 mol 2 moldur. Əmələ gələn məhlulun qatılığı 24%-dir. Digərində də 24%-dir. Turşu molekulunda en sayda karbon atomu olarsa, spirt və turşunun qarşılıqlı təsirinə əmələ gələn mürəkkəb efinin molyar kütləsini müəyyən edin. Burada biz nə görürük? Görürük ki, karbon turşusunun da, doymuş bil əsaslı karbon turşusunun da, spirtində hər ikisinin eyni qədər suda, eyni qədər molunu həll etdikdə eyni qədər məhlul əmələ gəlir. Buradan nəyi başa düşmək olar? Buradan onu başa düşmək olar ki, turşu və spirtin emeri bir-birinə bərabərdir. Burada turşu molekulunda en sayda karbon atomu olarsa, spirt molekulunun turşu ilə qarşılıqlı təsirindən nə etmək olar? Deməli, turşunun kütləsini nə götürə bilərik? Tutaq ki, bir A qəbul eləyək. Spirtin də kütləsini bir A qəbul eləyirik. Başqa bir rənglə yazım. Neyniyək indi burada? Bir əsaslı karbon turşusudur. 2 moldur. 380 ml suda həll edilib 24% məhlul əldə edilib. Onda belə edə bilərik.
Gətirək 24 faizli məhlul bərabərdir. Bunun içərisində 2 mol turşu və yaxud da 2 mol spirt əldə etmişəm deyə 2A. Suyumun 380 millisi elə 380 qram deməkdir. Onda 2A üstə gəlinsin 380 vurulsun 100. Buradan həll edib A'yı tapa bilərik. Buradan A bərabər olacaq 60. A'nın 60 olması o deməkdir ki, bizim turşumuz sirkə turşusuymuş. Spirtlə də kütləsi bərabər olan deyirsə C3H7OH propil spirti olmalıdır ki, kütlələri 60-60 olsun. Deyə bilərsiniz, hardan bildiniz ki, bunlar eyni kütlədə götürülüb bu spirtlə turşuda? Çünki eyni qədər molunu, eyni qədər suda həll etdikdə eyni qədər faizli məhlul verən ancaq kütlələri bərabər olan spirt və turşu ola bilər. Bizdən də mürəkkəb efirin kütləsini tapmağımızı istəyir, heç nə. 60 üstə gələk 60, yəni belə bir reaksiyamız var da, spirt üstə gəlinsin turşu, alınacaq mürəkkəb efir üstə gəlinsin, deməli su. Spirtin də kütləsi 60-dır, turşunun da kütləsi 60-dır. Mürəkkəb efirin kütləsini tapanda isə 120-dən 18 çıxarıq, 102 etmiş olar. Cavab D variantı. Qəşəng sualdır, yenidən qəbul imtahanında təkrarlana bilər. Ribozadan ribitə çevrilmə prosesində artan və azalan. Riboza nədir? Deməli, riboza 5 dənə karbonu olan və axırıncıda aldehid qrupu olan bir dənə karbohidratdır. Təbii ki, burada hidrogen və OH-lar da var. Buradan çevriləndə bunun sonu nəyə çevriləcək? Yalnız son hissəsini yazıram. Bunun sonu bu şəkildə olacaq. Spirtə çevriləcək. Yəni 5 atomlu spirt olacaqdır. Bizim ribit spirtimiz. Artan, azalan dəyişmir. İkili karbon atomlarının sayı. Burada təbii ki, ikili karbon atomlarının sayı dəyişməyəcək. Ortadakılar ikilidir. Yenə ortadakılar ikili olaraq qalacaq. 3-ə gedir A variantı. Daha sonra İkincidə nədir? İkili karbon atomlarının, asimetrik karbon atomlarının sayı. Asimetrik karbon atomlarının sayı ortada fikir verirsinizsə, neçə ədəd idi? Bu asimetrik idi. Bu 3 ədəd. Buna çevriləndə isə 2 ədəd asimetrik olur. Asimetriklərin sayı azalır. Ona görə 2-yə gedir B variantı. Sonra pir abitələrin sayı, pir abitələrin də sayı azalır. Karbonlu hibrid orbitallarının sayı artır. Karbon kütlə payı burada azalmalıdır. Y variantı. Növbəti. Bu sualda qəbulda gələ bilər həm müəllimlərə, həm şagirdlərə. Burada bizə nə deyir? N-lə M-i müəyyən edin. Maddə mol miqdarı 0,2-dir. Sərf olunan oksigen mol miqdarı 0,5. Alınan suyun mol miqdarı isə budur. Bu bizim səhv etmirəmsə ilk anlaşlar mövzusunda olan sualımızdır. Əmsallaşdırsaq CnH2 plus OM üstə gəlsin oksigen alınır karbon qazı və su. Suyun molunu 0,6 verib, bunu 2 verib. Gəlin bunu vergüllərdən azad eləyək. Bu 2 mol olsun. Bu 5 mol olsun. Bu da 6 mol olsun. Oksigen, hidrogenin sayı 6 vur 2, 12 ədəddir. Onda bu 2 ilə bu isə 4n plus 4 bərabərdir 12'dir. Buradan n bərabərdir 2 çıxır. N'in 2 olduğunu tapdıqda yerinə qoysam bura 6 olur. Bura onda 2 olur. Sonra oksigen sayını tapmaq lazımdır. Karbon 4 ədəd olduğuna görə gətirdik. Bura 4 qoyduq. Oksigen burada 8. 6 dənə də burada 14 ədəddir. 14'ün 2m'i bir də 10'u. 14'ün deməli 10 ədədi oksigenin qarşısındadırsa 4 ədədi 2m'ə qalır. M də buradan bərabərdir 2 olur. Burada NM 2 D variantı olar. 12'də bir əsaslı doymuş karbon turşusu ilə etil spirtin reaksiyasından bu qədər mürəkkəb efir və bu qədər su alınıb. Turşunun nisbi molekul kütləsini müəyyən edin. Normalda spirt üstə gəlinsin turşu alınmalıdır mürəkkəb efir plus su. Su 18 qram alınır. Efir isə hər nə qədər alınır bilmirəm. Tutaq ki, bir X deyək kütləsinə. 3,6 qram su alındıqda isə 204 alınıb. Buradan X bərabər də olar 102.
Sonra turşunun nisbi molekul kütləsini tapmağımızı istəyir. 102 ilə 18-i toplayarıq. Burada spirtin kütləsini bizə verir ki, etil spirtidir, 46-dır. O zaman nə edərəm? Heç nə. 102 ilə toplayaram 18-i, üstündən çıxaram 46-nı. Buradan da cavabımız çıxar 74. Deməli, turşunun kütləsi 74 imiş. 13. Karbon turşusu verib kütləsi 46-dır. Spirt verib kütləsi 32-dir. Kütləsi 46 olan turşum təbii ki olacaqdır. Nə? Qarışqa turşusu. Mürəkkəb efirin kütləsini hesablamamı istəyir. Onu hesablamazdan əvvəl ilk öncə bilməliyəm ki, bunların kütlələrinin cəmindən 18 çıxsam alınar suyun kütləsini. Bu da eləyəcək 78 çıxılsın 18 bizə verəcəkdir 60. Deməli 18 qram mürəkkəb efirinə alınmaz zamanı su ayrılırsa 60 qram olur. Bəs 3,6 qram ayrılsa mürəkkəb efirin kütləsinə qədər olar X. Burada da olacaq 12. Cavabımız C variantı. Sonra 14-də. Yağdır. Yağın tərkibində yalnız bir turşu qalığının olduğu və molekulda sp2 hibrid halında olan karbon atomlarının sayını tapmamızı istəyir. İlk öncə mürəkkəb yağ necə yazılır onu tapmalıyıq. Gliserinin deməli trigliserididir. Yəni 3 ədəd mürəkkəb efir olmalıdır. Baxın, turşumuz bu şəkildədir. İndi bu hissələrə nəsə birləşir. Hələ ki biz o hissələri bilmirik. Bizə 57 mol görürük karbon qazı ayrılıb. O 57 mol karbon qazının deməli 1, 2, 3, 4, 5, 6-sı bizə məlumdur. Yerdə qalır 6-sını çıxsam 51 ədəd. O 51-i burada 3 ədəd turşu var. Karbonun sayını arasında bölsək C17 olacaq. C17, C17. Hidrogen atomlarının sayı nə qədərdir? 2-yə vurduqda eləyəcək 104 ədəd. Burada isə mənə məlum olan 5 dənə karbon var. O zaman hidrogen var. Üzərindən çıxdıqda 99 edər. 99-u da 3-ə vursam hidrogenlərin sayı 33 edəcək. 33. Deməli bu turşum C17H33 COOH turşusudur. Hansı ki bu turşu linol turşusudur. Linolun içərisində daha doğrusu olein turşusudur. Olein turşusunda sp2 hibrid halında olan karbon atomlarının sayını istəyir. Zaten karbonil qrupunda olan karbonlar 3 turşunun 1 moluna söhbət gedirsə, bir dənə karbonildə olan karbon sp2-dir. 2 ədəd də içərisində 2 qat rabitə olan karbonlar, yəni cəmi 3 ədəd karbon olacaqdır sp2 halında. Maraqlı sualdır, imtahanda gələ bilər. Növbəti 15 nömrəli sual bu 2024 həm də 2025-ci ilin qəbul sualı olub. Deyir, mürəkkəb efirin buxarlarının havaya görə nisbi sıxlığı 4-ə bərabərdir. Deməli, bunun kütləsi nə imiş ki? Bu mürəkkəb efirin 29-a böldükdə 4-ə bərabər olub. Bu zamanda biz 29-u vurarıq 4-ə, buradan alarıq 116. Bu mürəkkəb efirimin kütləsi. Mürəkkəb efirin kütləsi NH2-in plus O2-dir. Kütləsini tapdıqda isə 14N plus 32 bərabərdir 116. Buradan çıxsaq 32-ni 84 bölsək 14-ə bizə verər N6. Yəni deməli N bərabərdir 6. Deməli mənim mürəkkəb efirimdə 6 karbon var. Mənə deyir ki, bu mürəkkəb efirin hidrolizindən alınan karbon turşusunu yandırdıqda və yaxud da içində olan karbon atomlarının sayı A. Hidrolizindən alınan spirtin içindəki karbon atomlarının sayı isə yenə A-dır. Yəni karbon atomlarının sayları həm spirtdə, həm turşuda bərabərdirsə 6-yı bərabər eləsək 3-3 vəziyyətində olar. Bizə də A-nın qiymətini tap demirdi. A-nın qiyməti də olacaqdır. Deməli D variantı 3. Burada ola bilsin ki, çapda səhvlik olubdur. Səhv etmirəmsə bura 2A olmalıydı. 2A. 1-in 2 nisbətində böləsi olsaq bu 4, bu 2 edəcək. Bizdən də A-yı tapmamızı istəyir. A 2 idi.
Yəni ola bilər ki, çapda səhvlik olubdu. Amma bizim topludakı bu sualda A2A vəziyyətindədir. Növbəti keçək, deməli 16 nömrəli sualımıza. Burada deyir ki, HCOH üstünə kalsium hidroksid gəlmişik. X alınıb. Burada təbii ki C6, H12O6 glikozanın alınma reaksiyasıdır. Glikoza qıcqırır, karbon qazı alınırsa, deməli C2H5OH imiş bu. X üzvü maddəsində mol miqdarı A, hidrogen atomlarının sayı N, Y-də isə B qədərdir molu, hidrogen atomlarının sayı N-dir. X-in içərisində deməli 12 ədəd, Y-də isə 6 ədəddir. X-da deməli dedik 12 ədəd hidrogen var, Y-də isə 6 ədəd. Mol miqdarları bərabər olması üçün B2 mol, bu da 1 mol olmalıdır. Buradan da cavabımız olacaqdır deməli 2. Sonra növbəti keçək 17-yə. Yenə buradan X maddəm C6, H12O6-dır. Glikozanın alınmasıdır. Glikoza qıcqırıb 2 mol Y, 2 mol karbon qazı alınırsa, Y C2H5OH etil spirtinə qıcqırmadır. Daha sonra Y nə idi? Etil spirtin bakteriya iştirakı ilə oksidləşməsindən buradan alınacaqdır. CH3, COOH sirkə turşusu alınır. Bizdən nə istəyir? Molekulunda karbon atomlarının sayı X, Y, Z-dir. Deməli, X maddəmdə 6 dənə karbon var. Y maddəm etil spirti idi, 2 karbon var. Z-də isə sirkə turşusu da 2 karbon var. A ilə B-nin cəmi 8-dir. C-yə böldükdə 2-yə 4 alaraq cavab olacaq 17-də C variantı. Sonra keçək 18-ə. Bizə deyir ki, metil formiat, bir də sirkə turşusu hansı nisbətlər, münasibətlər doğrudur? Atomlarının sayı, molekul. Deməli, metil formiat necə yazılır? Bu şəkildə mürəkkəb efirdir təbii ki. Bu şəkildə yazılır. 3 atom burada, 4, 8 atom var. Sirkə turşusu CH3COOH-dır. 4 atom burada, 4 atom burada, bu da 8-dir. Sonra polyar kovalent rabitələrin sayı, polyar kovalent rabitələr müxtəlif elementlər arasında olanlardır. Deməli, bunu necə tapa bilərik? 1 rabitə, 2 rabitə, 3, 4, 5, 3 ədəd də hidrogen, bu 8-dir. C də 8-ə bərabərdir. D tapası olsaq, bunu açıq şəkildə yazım. Bu şəkildə olar. Deməli, 3 hidrogen burada, müxtəlif 4, 5, 6, 7 ədəd də budur. Və mən buradan deyə bilərəm ki, C bərabərdir. D üstə gələk 1-dən ala bilərəm 4. Sonra bir də məndən nə istəyir? Qaynama temperaturları. Təbii ki, metil formiat sadə mürəkkəb efirdir. Sirkə turşusu da turşudur. Turşuların ərimə qaynama temperaturu efirlərdən daha böyükdür. Ona görə T2 böyükdür, T1 olacaq. Cavab 1-dir. Başqa da, yəni 2 doğru deyil, 3 doğru deyil. Keçək 19-a. 19 keçən ilin qəbul sualıdır. Deyir, fotosintez prosesində CO2-nin və suyun mol miqdarları MN-dir. Alınan oksigenin kütləsi isə yəni karbon qazının kütləsindən azdır. Normalda mən bilirəm ki, 6 mol karbon qazı reaksiyada daxil olanda 6 mol oksigen əmələ gəlir. Bunların kütlələri arasındakı fərqi 6-ya vursaq, 6 vurulsun neçə eləyər? Deməli, 12 eləyəcək, o da 72 qramdır 1 mol glikozada. Deməli, bunlar neçə mol glikoza alınıb ki, onlar arasındakı oksigen, yəni karbon qazı arasındakı fərq 72-yə bölsək 0,2 mol olar. Deməli, 0,2 mol su sərf olubdur. Məndən N-lə M-in cəmini tapmağımı istəyir. Heç nə. 1,2 üstə gəlinsin 1,2 N-lə M-in cəmini tapmağımı istəyir. Sərf olunan suyun mol miqdarı, sərf olunan suyun mol miqdarı. CO2-nin qramla kütləsi deyir. Aha, CO2-nin qramla kütləsi deyir. Suyun 1,2-dir. Üstünə gəlməliyəm. 1,2-ni vurmalıyam. Deməli, 44-də.
Burada olacaq. Deməli 50, 52,8 üstə gəlsin 1,2 58 tam 52,10. Bu da bizə verəcək neçə? 53, 54. Cavabımız olar C variantı. Burada yenə bir də başdan izah verim. Ola bilər hesablamada səhvimiz olmasın. Deməli, qlikozanın alınması reaksiyasında 6 mol karbon qazı, 6 mol su reaksiya daxil olaraq bizə 6 mol oksigen və C6H12O6 verər. Normalda 6 mol karbon qazı daxil olanda 6 mol da su, oksigen çıxıb gördüyünüz kimi. Bunların kütlələri arasındakı fərqi 6-ya vurarıq. Çünki 6 moldur. Bu bizə verəcək 72 qram fərq. Deməli, 72 qram fərq 1 mol su, glikoza reaksiya daxil olandadır və yaxud da 6 mol karbon qazı, 6 mol su. Deməli, 6 mol su əmələ gələn zaman aralarındakı fərq 7,72 qramdır. Bəs sizcə nə qədər, yəni N mol özü verir. N mol su daxil olsa nə qədər olar aralarındakı fərq? 14,4. X da buradan bərabər olar 1,2 mol su alınsa. Daha doğrusu N. Sonra nə qədər karbon qazıdır? 6 vurulsun 44-də aralarındakı fərq 72-dir. Bəs M qədər olsa aralarındakı fərq nə qədərdir? 14,4. Buradan da M bərabər. Buradan da çıxır 52,8. Sonra 1,2 ilə 58,2-ni toplasaq, bunun 0,2-si bunu 53 edəcək. 3-də də 1 gəndə 54. Cavab olacaq C variantı. Ola bilər rəqəmlərdə fərqlilik varsa, cavabda da səhvlik çıxa bilər. Amma burada verilənlərə əsasən bu şəkildə yazdım. Mürəkkəb efirlərdən suallar təkrarlana bilər. Ona görə də bütün testlərə bir dəfə dərindən göz gəzdirin.